Niyə bizim övladlarımız məktəbə getmək istəməyəndə biz Allaha dua etmirik ki, ey Rəbbim, elə et ki, övladlarımız məktəbə getmək istəsin? Xeyr, biz onu məcbur edirik məktəbə getməyə. Ya da övladımız dişlərini yumayanda biz Allaha dua etmirik ki, Allahım elə et ki, uşağım dişlərini yusun. Ya da övladımız hər hansı bir zərərli bir şey edəndə biz dərhal onu dayandırırıq ki, o bunu bir daha etməsin. Niyə? Çünki biz övladlarımızın qayğısına qalırıq. Daha doğrusu biz onların bədənlərinin qayğısına qalırıq. Və təəssüflər olsun ki, biz onların sadəcə bədənlərinin qayğısına qalırıq. Qətiyyən onların ruhlarının, axirətlərinin qayğısına qalmırıq. Bunun baris nümunəsi də hicabdır. Bugün çox valideynlər üçün normaldır ki, onların qızları açıq gəzir. Onlar deyirlər ki, hər şeyin öz vaxtı var. O özü bu qərara gəlməlidir. Yəqin onlar düşünürlər ki, o bir gün küçədə gedərkən ilişib ağzı aşağı yıxılacaq düz hicabın üstünə və qalxanda da deyəcək ki, mən artıq hicabdayam. Nə bilim, belə götürəndə qadına dişlərini fırçalamamasına görə cəhənnəm vəd olunmur. Amma açıq-saçıq gəzməsinə görə olunur. Qadın gözəlliyini gizlətməlidir. Açılıb saçılıb fitnə yaratmamalıdır. Vallahi anlamıram. Necə olur ki, valideynlər övladlarının özlərini cəhənnəmə atdıqlarını gördükləri halda başlarını rahat yastığa qoyub yata bilirlər. Əslində ümumiyyətlə heç yatmamalı idilər. Ey valideynlər, övladlarınızın dünya həyatının qayğısına qaldığınız qədər axirətlərinin də qayğısına qalın.